Salam, hər birinizə yeni izah videosuna xoş gördük. İzahımız DİM 2025 birinci hissə iyon mübadilə reaksiyaları və onlara aid hesablamalardır. Bunun üçün bizim ümumi kimya nəzəriyyəmizdən iyon mübadilə reaksiyalarına getməliyik. Haralardaydı? Bir son səhifələri yazaq bura. Bir saniyə. 35 yazaq. Turşular, məhlullar, məhlul qatılığı, daha sonra dissosiasiya gəldi. 10.6 iyon mübadilə reaksiyaları. Deməli, iyon mübadilə reaksiyaları haqqında biz sizə izahlarımızı vermişik dərs izahında. Nümunə tapşırıqlar da verilib. Burada əsas məsələ nədir? Əsas məsələ hansı iyonlar bir-birinlə reaksiya girəcək, hansı iyonlar reaksiyada iştirak etməyəcək, bunu soruşur. Tam iyon tənliyi, qısa iyon tənliyi bunları bizdən soruşur. Daha qısa yollar üçün izahlarımızı izləməyiz kifayətdir. Və cədvəlimiz önəmlidir. Bu iyonların təyinli cədvəli mütləq. Bunu hər kəs öyrənməlidir. Yəni əzbərdirmi? Bəli, əzbərdir. Amma çətin bir şeydirmi? Xeyr. Yəni tez-tez gördüyünüz təyin reaksiyalardır. Tez-tez gördüyünüz, rastlaşdığımız nümunələrdir. Ona görə də çətinlik çəkmir kimsə bunu əzbərləyəndə. Keçək testə. Birinci sualda deyir, hansı halda iyonlar arasında reaksiya məhlulda axıra qədər getmir? Yəni qaz, su və ya çöküntü. Həmçinin burada zəif dissosiasiya edən maddə. Buna biz həmçinin suyu, H2S, sirkə filan gördük, götürəcək. Yaxşımı? Bunlar da alınsa reaksiya axıra qədər gedəcək. Amma getmir deyirsə, baxırıq. Məsələn, barium sulfatla çöküntü verir, reaksiya axıra qədər gedər. Sink ortofosfatla çöküntü verir, axıra qədər gedər. Kalsium sulfatla çökər, axıra qədər gedər və gümüş daxloridlə çökər, axıra qədər gedər. Amma kalium ortofosfatla çökmür. Kalium verir ki, natrium, kalium, NH4 bütün duzları əldə olur. Bunu işləməmişdən öncə mütləq və mütləq həll olmaları yaxşı bilməyiniz lazımdır. Hansı ki, bu həll olmaları məhlullar dərsində bir də təkrar elədik. Əslində biz oksid əsas turşu duz dərsində keçmişdik, amma məhlullarda bir də təkrar elədik. Yaxşı həll olanlar aktiv metal oksidləri, turşu oksidləri, silisium oksidləri, aktiv metal əsasları, natrium OH, kalium OH, litium OH. Duzlardan, duzun tərkibində natrium, kalium, NH4, NO3, CH3CO olduğu hamısı həll olur. Xloridlərdən bu ikisi əsasən, bu da var. Amma bu düşmədiyi üçün mən yazmamışam. Testlərdə görmürük onu. Bu ikisi istisna digərləri yaxşı həll olur. Sulfatlardan bu 5 duz istisna digərləri suda yaxşı həll olur. Həmçinin duzun tərkibində əgər PO4, CO3, COH, S varsa, yalnız natrium, kalium, NH4-nə yaxşı həll olur, digərləri həll olunur və ya pis həll olur. Az həll olanlar da çöküntü kimi götürəcəksiniz, onu deyim. Bir də heç praktik həll olmayanlar. Yəni bu həll olmaları yaxşı bilməlisiniz ki, bu testdə əziyyət çəkməyəsiniz. İkinci sual, hansı reaksiya məhlulda axıra qədər getmir? Yenə də məsələ nə idi? Nə ilə nə reaksiyasıdır? Bu cür yanaşmalıyıq. Bunun üçün də bir şəkil atmışdım. İndi o şəkili mən bura gətirəcəm. Deməli, onlayn dərslərimizin birində belə bir qeydlər aparmışdım və bunu ekran şəkli alıb bütün qruplara paylaşdıq. Məsələ nədir? Biz bunları ayrı-ayrı zamanda hər birinin öz dərsində keçmişik. Amma bu iyon mübadilədə bunlar çox istifadə olunacaq. Hamısını bir yerə gətirdik. Məsələn, duz-duz reaksiyaları, duz əsas, duz turşu, amma turşular, yəni duzun və turşunun qalıqları bu üç turşu olarsa, həll olan çöküntü və su şərti ödənilərsə reaksiya gedir. Metal duz reaksiyalarına sıxışdırmaya görə baxırdıq. Magneziumdan başlayaraq hər bir metal özündən sonrakını çıxarır. Ondan əvvəlkilərdə necə daxil olur? Əvvəlcə su ilə reaksiya daxil olur. Bu deyilmişdi. Əsas reaksiyası biri qələvi, biri amfoter olduqda gedir. Duz turşu reaksiyaları əsasən sıxışdırmaya görə baxılırdı, amma başqa növləri də var. Bunu turşular dərsində ətraflı danışmışıq. Eyni qalıqlı, eyni güclü. Əsas turşu reaksiyası həmişə gedir. Metal OH, H-dan başlayan turşu.
Metal turşu reaksiyaları, o aktiv və ortalar əsasən bütün turşularla reaksiya gedir kimi götürəcəyik. İndi orada məsələn qurğuşun H-xlorla, duru sulfatla reaksiya girmir. Bunu əlavə istisna kimi deyilib. Bu üç metal ki görürsünüz, yalnız nitrat və qat sulfatla reaksiya gedir. Qızıl platin heç bir turşu ilə reaksiya getmir. Yəni əsasən görəcəyiniz reaksiya tipləri bunlardır. Və bunları bilməlisiniz ki, ion mübadilə reaksiyası sizə zülm gəlməsin. Məsələn, sink H-xlor, orta aktiv metal dedik, bütün turşularla adətən reaksiya gedir. İndi bütün biraz kimyada problemlidir. Bizim orta məktəbdə gördüyümüz turşulardan söhbət edirsə, ən çox xloriddir, nitratdır, sulfat. Yəni bu 3 turşu, 4 turşunu biz əsasən görəcəyik reaksiyalarda belə. B variantına baxırıq. Duz əsas reaksiyasıdır. Reaksiya girənlərin hər ikisi həll olan alınan çöküntü olduqda reaksiya gedir. Mis xlorid həll olur, kalium hidroksid həll olur. Və mis OH yanına gəldikdə çöküntü verir. Ona görə reaksiya gedəcək. Yenə duz reaksiyasıdır. Hər ikisi həll olan olmalıdır. Nitrat gümüşlə həll olur, natrium hər şeylə həll olur. Həll olur və gümüş xlorun yanına gəldikdə çöküntü yaradır. Demək reaksiya gedəcək. Sonra C variantında turşu duz reaksiyasıdır. Sıxışdırmaya görə baxırdıq. Turşu duzun içindəki turşudan güclü olmalıdır ki, reaksiya getsin, sıxışdırsın. Bəli, xlorid karbonatı çıxarar, reaksiya gedəcək. Yenə duz reaksiyasıdır. Hər ikisi həll olur. Amma bunlardan alınacaq olan duzlar da həll olur. Yəni reaksiya axıra qədər getməyəcək. Ona görə də cavab Y variantı olacaq. Üçüncü sualda mis 2 nitrat və kalium sulfid məhlullarını qarışdırdıqda hansı ionlar çöküntü əmələ gətirir? Kalium NO3 heç vaxt çökmür. Mis və S çəkəcək. Qara rəngli çöküntü. Dördüncü sual. Hansı ionlar məhlulda eyni zamanda qala bilməz? Bunu da izah eləmişdik. Nə zaman qala bilməz? Qaz, çöküntü və ya su, zəif dissosiasiya edən maddə əmələ gələrsə qala bilməz. Yəni reaksiya gedir, qala bilməz. Qaz, çöküntü, su əmələ gəldikdə reaksiya getmiş hesab olunur və reaksiya gedən ionları eyni qabda saxlaya bilmər. Burada da cavab B olacaq. Bunlar çökür. Digər ionlar bir yerdə qala bilər. Çöküntü qaz, su vermir. 5-ci sual. Hansı iki ion göy rəngli çöküntü? Bu cədvəldir, A variantıdır. Məsələn, bu qonur rəngli idi, ağ həlməşiyə bənzər idi, ağ idi və kalsium hidroksid çöküntü götürülmürdü. 6. Hansı iki ion sarı rəngli çöküntü verirdi? Gümüş və yod sarı rəngli çöküntü verirdi. Yada salaq. 7. Hansı ion mübadilə reaksiyası axıra qədər getmir? Yenə də baxırıq nə ilə nədir? Qaydasına görə deyirik. A variantı duz reaksiyasıdır. Reaksiya girən duzlar hər ikisi həll olandır, bəli. Nitrat gümüşlə həll olur, natrium da hər şeylə həll olur və gümüş xlor çöküntüsü yaranar. Çöküntü də yaranırsa reaksiya gedər. B variantında yenə duz reaksiyasıdır. Hər ikisi həll olur. Alınanlar mis xlor 2, kalium NO3. Bunlar da həll olur. Bunlardan çöküntü yoxdur. Onlar reaksiya axıra qədər getməz. Cavab B olacaq. C variantında turşu duz reaksiyasıdır. Bəli, burada da əslində ion mübadilə kimi baxdıqda burada natrium sulfat H2O və SO2 alınır. Yəni həm qaz, həm su alındığı üçün reaksiya axıra qədər gedir. D-də də yenə kalium xlorid, su və karbon qazı alınır. Reaksiya axıra qədər gedir. Y-də də qurğuşun xlor 2 alınır. Nitrat turşusu alınır. Çöküntü alındığı üçün reaksiya axıra qədər gedəcək. 8. Gümüş katyonu vasitəsilə hansı ionlar təyin edilə bilər? Burada xlor, brom, yod və PO4 ionları gümüşlə təyin olunur. Bunlar var idi. A variantı. 9. Hansı reaksiya məhlulda gedər? Bu yenə də bizim öyrəndiyimiz qaydalardır. Sadəcə reaksiyaları yazmayıq. Nə ilə nədir? Kalsium nitrat, kalsium NO2, natrium xlorid, natrium xlor. Baxırıq ki, duz reaksiyasıdır. Duz reaksiyası axıra qədər getməsi üçün reaksiya girəndən hər ikisi həll olan. Alınanlarda ən az biri çöküntü olmalıdır. Nitrat kalsiumla həll olur, natrium da xloridlə həll olur. İndi bunlar kalsium xloridin yanına gətirsək, natrium da NO3-ün yanına gətirsək, bunların heç biri çöküntü deyil. Heç biri hər ikisi həll olandır. Ona görə reaksiya axıra qədər getməz. Məhlulda getmir reaksiya. Magnezium xlorid və kalium sulfat yenə duz reaksiyasıdır. Duz məhlulları o zaman reaksiya girişi hər ikisi həll olan çöküntü alınsın. Xlorid magneziumla həll olur, sulfat kaliumla həll olur. Magneziumu sulfatın yanına gətirdiyimizi düşünün. Magnezium sulfatla həll olar, kalium da xloridlə. Ona görə getməz.
Natrium sulfat, magnezium nitrat. Natrium sulfat, magnezium nitrat. Yenə duz-duz reaksiyasıdır. Hər ikisi həll olur. Natrium SO4 nitratın yanına gətirsəm həll olacaq. Magnezium da sulfatın yanına gətirsəm o da həll olacaq. Reaksiya axıra qədər getmədi. Gümüş 1 nitrat, gümüş NO3, kalium xlorid. Yenə duz-duz reaksiyasıdır. Həll olan. Gümüşü xlorun yanına gətirsəm, aha, çökdü. Çöküntüdür bu. Çöküntü alınırsa reaksiya axıra qədər gedəcək. Cavab deyil. Yerdə magnezium sulfat və natrium nitrat. Yəni C-nin alınanları da natrium nitrat. İkisi də həll olur, duz-duzdur. Reaksiyada magnezium nitrat alınır ki, həll olandır, alına bilər. Natrium sulfat alına bilər ki, o da həll olandır. Çöküntü olmaq üçün reaksiya getməyəcək. Onun sual. Hansı halda reaksiya axıra qədər getmir? Yenə də baxın. Metal turşu reaksiyası. Demişdik ki, ortaq metallar deməli olaraq əsasən bütün turşularla reaksiya girir. Kalsium karbonat. Bu belə deyək də, bunu biz duz əsas, duz turşu bir tipə aid eləmirik. Kalsium karbid su reaksiyası karbidləri su ilə hidroliz edir. Biz bunu nə zaman öyrənəcəyik? Biz bunu su dərsində görəcəyik. Bir də kalsium dərsində görürsünüz, asetilin dərsində görürsünüz, bir neçə yerdə görəcəksiniz. Yəni reaksiya gedir. Biraz ion mübadiləyə aid olmayan reaksiyadır. Sadəcə variant düzəlsin deyə bəlkə atıblar bura. Sonra D reaksiyası duz-duz reaksiyasıdır. Natrium kaliumun bütün duzları həll olduğu üçün onlar, yəni reaksiyada gördünüz ki, natrium kalium duzları bir-biri ilə reaksiya girir və ya ammonium duzları bir-biri ilə reaksiya girir. Duz deyirəm. Bu reaksiyalar axıra qədər gedir, götürməyin. Çünki heç vaxt bunlar çöküntü verməyəcəklər. Amma məsələn ammonium duzu natrium OH və ya kalium OH görsəniz, bu reaksiyaları həmişə götürün, çünki ammoniak alınır. Ammonium duzu, natrium OH, kalium OH. Amma duz-duz olsa getməyəcək. Enerji çalındığı üçün reaksiya gedir. Bu getmədi. Hələ getmir D variantı. C-də əsas turşu reaksiyası həmişə gedir. Duz reaksiyası gümüş PO4 ilə çökəcək deyə gedəcək. 11. Hansı reaksiya məhlulda axıra qədər gedir? Baxırıq yenə də A variantına baxırıq. Duz turşu reaksiyasıdır. Bu məhlulda axıra qədər getməsi üçün çöküntü almalıdır. Baxırıq. H-la natrium, H-la natrium nə? HSO4, H2SO4 və natrium NO3. Bu reaksiya axıra qədər getməzdə çöküntü alınmır. Yəni siz duz turşu reaksiyasına iki cür baxa bilərsiniz. Baxın, əgər turşu duzdakı turşudan güclüdürsə, sıxışdırıb çıxaracaq. Orada bəzi qaydalar var. Onları o duz turşuların öz dərsində daha ətraflı deyirik. Və yaxud ola bilər ki, bir məsələn, mis-SO4 H2S desək ki, bu reaksiya məhlulda gedir. Sıxışdırma ilə baxsaq deyərik ki, xeyr. Amma məhlulda bu reaksiya gedir. Çünki məhlulda reaksiyanın getməsi üçün ikisi də həll olan çöküntü alınması kifayətdir. Kifayət buna baş verir. Mis-2 sulfid çöküntüdür, H2SO4 alınır. Yəni reaksiya axıra qədər gedəcək. Yaxşı, təkcə sıxışdırma, məhlulda sıxışdırma ilə baxmaq kifayət eləməz. Yəni A reaksiyası getməyəcək. Çünki nə çöküntü alınmır, nə də sıxışdırma cəhətdən də baxsaq getmir. C-də yenə barium SO4 özü çöküntüdür. Çöküntü olan xlorid onu gərək güclü olsaydı əgər çıxardardı. Məsələn, barium karbonat plus H xlor. Barium karbonat çöküntü də olsa, xlorid turşusu ondan güclü olduğu üçün reaksiya gedir. Burada məsələ necədir? Əslində məsələnin mahiyyəti odur ki, barium karbonat çox az da olsa, suda həll olur, çox az. Təsəvvür edin, barium karbonatı həll eləmişsiniz və çökür qabın dibinə. Çökür. Belə bir toz şəklində çökdü. Amma çox az miqdarı seyrək şəkildə məhlulda var. Siz bura xlorid turşusu əlavə eləsəniz, xlorid turşusu məhlulda olan, seyrək də olsa məhlulda olan barium karbonatla reaksiya girir. Və məhlulda olan barium karbonat azalır. Nəticədə nə baş verir? Çöküntüdə olan barium karbonatın məhlula keçidi baş verir. Yəni bu barium karbonat çöküntü, barium karbonat həll olmuş.
Bu dönən bir prosesdir əslində. Yəni barium karbonat dönən tarazlıq problemidir. Yəni bu işin incəliyi. Barium karbonat xloridlə reaksiya girdikcə azalır. Yəni biz tarazlıq cəhətdən bu məsələyə baxsaq, sağdakı maddəni mühitdən çıxartdıqda nə baş verir? Reaksiya elə sağa yönəlirdi. Yəni çöküntü şəklində olan barium karbonatın həll olaraq məhlula keçidi baş verir. Və nəticədə bu reaksiya belə davam edir. Amma barium sulfatda, deyək ki, barium sulfat lap çöküntüdür. Xlorid barium sulfatla reaksiya girmir. Ona görə çökmüş şəkildə qalan barium sulfat çökmüş şəkildə də qalır. Reaksiya davam eləmir. Ona görə bu reaksiya getməyəcək. D-də duz turşu reaksiyasıdır və yenə də bu çöküntüdür. Amma çöküntü olması bir şey dəyişmir. Əgər reaksiya baş versə, qaz su çöküntü alınsaydı, yenə də baş verdikdə reaksiyanın getmə ehtimalı var idi. Həm də burada bir şey var. Demişdik ki, xlorid, nitrat, ortofosfat. Bu üç turşu eyni güclüdür. Bunların birin turşu, birin duz şəkildə görsəniz, reaksiya necə gedir götürün. Reaksiya girən duz həll olan olmalıdır. Alınan duz çöküntü olmalıdır. Reaksiya girən duz əgər burada çöküntüdürsə, reaksiya getməyəcək. Bax, bu üç turşunun turşu-duz reaksiyasına aid deyil, amma diqqətli olun. Yəni, məsələn, baxın, barium karbonat aşıqlı. Reaksiya girən duz çöküntüdür, amma reaksiya gedir. Xlorid ondan güclüdür, sıxışdırıb çıxaracaq bir növ. Xlorid, nitrat ortofosfat isə eyni güclü olduqda, biri duzda, biri turşuda olduqda, baxın, xlorid duzda, nitrat turşuda. Bu reaksiyanın getməsi üçün reaksiya girən duz həll olan olmalıdır, alınan duz çöküntü olmalıdır. Y'də yenə də duz turşu reaksiyasıdır. Bu reaksiya məhlulda axıra qədər gedirmi? Xeyr, getmir. Çünki metasilikat ən zəif turşudur. Karbonatı duzundan çıxara bilməz. Burada bir dənə də problem olur ki, metasilikat heç suda həll olunur. Yəni, onun məhlulunu hazırlamaq biraz qeyri-mümkün kimidir. Məhlulda deyir, məhlula onu keçirmək çətin olur. Cavab axıra qədər gedər, şərti hansında ödəndi? O deyil, B variantında. B-ni deyəsən heç demədim. Duz-duz reaksiyasıdır. Quruşun xloriki çöküntüsü alınır və həmçinin kalium nitrat əmələ gəlir. 12. Hansı halda reaksiya gedər? Baxırıq, yenə reaksiyaları yazırıq. A-da natrium hidroksid, üstə gəlsin sink xlorid. Bu nə reaksiyasıdır? Bu əsas duz reaksiyasıdır. Reaksiya girənlər hər ikisi həll olan, alınan çöküntü olmalıdır. Həll olur və sink də OH-la çökər. Çünki OH yalnız aktiv metalla həll olurdu. Ona görə də bu reaksiya gedəcək. Magnezium hidroksid, alüminium hidroksid. Magnezium OH2, alüminium OH3. Əsas reaksiyasıdır. Qayda nə idi? Biri qələvi, biri amfoter olsun. Alüminium hidroksid amfoterdir, amma magnezium hidroksid qələvi deyil. Aktiv metal hidroksidlər qələvi olur. Natrium hidroksid, barium hidroksid. Bunu elə bunun üstündə yazacağım. Natrium OH, barium OH2. Bu reaksiya gedərmi? Əsas reaksiyasıdır, amma biri qələvi, biri amfoter olmalıdırlar. Hər ikisi qələvidir. Kalium hidroksid, natrium sulfat. Dedim ki, kalium, natrium birləşmələrin, yəni əsasdır, normal duzdur, normal duz. Bunların reaksiyalarını götürməyin. Çünki reaksiya getməyəcək. Məsələn, burada natrium hidrosulfat olsaydı reaksiya gedərdi. Niyə? Birində OH var, birində H var, reaksiya gedir. Amma natrium sulfat normal duzu qələvi ilə normal duzu normal duzdan reaksiya götürməyəcək. Kalium hidroksid, dəmir 2 hidroksid əsasdır. Qələvi amfoter deyil. Ona görə reaksiya getmir. Amma dəmir OH3 olsaydı reaksiya gedər. Dəmir OH2 amfoter olmadığı üçün reaksiya gedir. 13. OH iyonu ilə hansı kationlar təyin etmək olmur? Yəni onlarla çökməsin, aktivlər çökmədiyi üçün təyin etmək olmur 1 və 4. 14. Hansı maddələr cütə eyni zamanda məhlulda ola bilər? Yəni reaksiya baş verməsin. Yəni qaz, su, qazı yuxarı yazmalıyım. Çöküntü alınmasın. Baxın, əgər bir maddədə OH birində H görürsə, bu reaksiya gedəcək. Su çıxır çünki. B getdi. OH var, C getdi. Sonra gümüş xlorla çökər, reaksiya gedər. Mis də OH-la çökər, reaksiya gedər. Amma natrium
NO3 ilə çökməz. Mis də SO4 ilə çökməz, reaksiya getməz. Qurğuşun 2 nitrat və natrium sulfat. Qurğuşun 2 nitrat və natrium sulfat məhlulları qarışsa, reaksiya hansı ionlar arasına gedər? Reaksiya qaz, su, çöküntü əmələ gətirən ionlar arasına gedər. Burada da təbii ki, görürsünüz də, qurğuşun və SO4 çökər. Kalium hidroksid və fərqli rəng seçək. Xlorid turşusu məhlulları qarışdırdıqda hansı ionlar arasında reaksiya gedər? Təbii ki, OH və H su əmələ gətirəcək. Bunlar arasında gedəcək. Dəmir xlor-2 duzunun tərkibindəki ionlar məhlulda hansı maddənin köməyi ilə təyin olunur? İlk öncə bunu ionlara ayırın. Dəmir 2 müsbət, 2 xlor mənfi. Deməli, dəmir xloridin içində dəmir və xlorid ionları var. Dəmir nə ilə təyin olunur? OH. Xlor nə ilə təyin olunur? Ya gümüş müsbət, ya da qurğuşun 2 müsbət. İndi baxırıq. Bizə OH verən maddə lazımdır, qələvi və gümüş qurğuşun verən lazımdır, gümüş 1 nitrat, B variantı. 18. Kalsium xlorid plus X kalsium karbonat alınır. X maddəsini müəyyən edin. Cavablara baxırıq, hamısı duzlar. Deməli, duz reaksiyasıdır. Reaksiya girənlər hər ikisi həll olan, alınanlarda ən az biri çöküntü olmalıdır. Kalsium karbonatı çöküntü görürük. Aha, deməli, bizim bu X duzumuz həll olan bir duz olmalıdır. Karbonat da natrium, kalium NH4 ilə həll olduğu üçün cavab B olacaq. 19-da yenə baxırıq, amonium sulfatdan amonium xlorid alınıb. Bu həll olan duzdur. Cavablarda duzlardır. Bir dənə Y-də fərqli bir H-xlor var. H-xloru yoxlayaq. Xlorid sulfatı çıxararmı? Duz turşu reaksiyasıdır. Çıxararmı? Çıxarmaz. Qaz su çöküntüdə alınır. Deməli, xlorid versiyasının üstündən xətt çək. Deməli, bu reaksiya duz-duz reaksiyası olacaq. Çünki cavablar duz-duza uyğundur. Həll olan duzlar, amma çöküntü də yaratmalıdır. Amonium xlor çöküntüdürmü? Xeyr. Deməli, bu X hər nədirsə X. Burada metal xlor alınırsa metal xlorid duzu olacaq. Cavablar onsuz da elədir. Amonium xloriddən çökmür. Deməli, götürdüyüm metal xlorla həll olan, amma SO4 ilə çökən olmalıdır. SO4-ü çökdürməli. Çöküntü alınsın və reaksiya axıra qədər getsin, şərti ödənsin. SO4 ilə çökür qasırğa, casırğa, acı-pıbı. Cavab da C variantı. 20. Qısa iyon tənliyini necə demişdim eləyin. Çöküntünü alın, sona qoyun. Bu çöküntü hansı iyonlardan yaranır? Gümüş müsbət və xlor mənfi. Cavab da oldu. Gümüş müsbət, xlor mənfi, Y variantı. 21. Hansı reaksiya tənliklərində çöküntü doğur? Saadətdə barium SO4 bəli çöküntüdür. Kalium heç nə ilə çökmür. Gümüş xlor çöküntüdür. Natrium da çökmür. 1 və 3. Çöküntü yenə də o sadədir. Nitrat heç nə ilə çökmür. Kalium çökmür. 3 və 4. Yenə çöküntü. Səhv göstərilir. Karbonat yalnız natrium, kalium NH4 ilə həll olur. Çöküntü burada düz göstərilir. Burada səhv göstərilir. Burada düz göstərilir. PO4 yalnız natrium, kalium NH4 ilə həll olur. Kalium da çökməz. Cavab 2 və 4. C variantı. Hansı iyonları sulfat turşusu ilə? Sulfat turşusunun içində hansı iyonlar var? H müsbətlər və SO4 2 mənfilər. H müsbətlər karbonatı təyin edir. Əhəng suyunu bulandıran iysiz qazanılır. Sulfat da bariumu təyin edir. Deməli, karbonat və barium iyonları götürürük. C variantı. Hansı iyonları xlorid turşusu? Xloridin içində nə var? H müsbət, xlor mənfi. H müsbət karbonatı təyin edir. Xlorid də gümüş və ya acı, PB, D variantı. Hansı reaksiya qaz əmələ gəlməsində məhlulu axıra qədər gedir? Qaz əmələ gəlməsində məhlulu axıra qədər gedən reaksiyalar hansılardır? Deməli, baxın, bunu yadda saxlayın. CO3 2 mənfi plus H müsbət, CO2 plus H2O, karbon qazanılır. SO3 2 mənfi plus H müsbət, SO2 plus H2O və NH4 müsbət plus OH mənfi, NH3 plus H2. Yəni, qaz əmələ gəlməsinə gedən reaksiyalar bunlardır. Qazlar da SO2, bunlardır. Baxırıq, CO3, H, C variantı. Karbonat və xlor. Yaxşı. Məsələn, A-da su əmələ gəlir, OH, H. B-də barium karbonat çöküntü yaranır. C-də H2CO çöküntü yaranır. Y-də HOH su əmələ gəlir. Cavab ona görə C olacaq. Davam edirik. 27. Hansı reaksiya çöküntünün əmələ gəlməsi ilə çöküntünü tapıb. Baxın, karbonat H, bunlar qaz əmələ gəlməsi ilə gedir. Yaxşımı? OH su əmələ gəlməsi ilə, OH su əmələ gəlməsi
kalsium karbonat çökündü. Yəni çökündü. HOH su əmələ gətirir. HOH su əmələ gətirir. HOH su əmələ gətirir. HCO3 qaz əmələ gətirir. AgChlor çöküntü əmələ gətirir. 29-da bu anionları məhlulda hansı ionlarla qarşı təsirdə olduqda çöküntü əmələ gəlməz? Natrium, kalium, NH4. 1, 3. 1, 3. Variant. 30. Yenə əmələ gələr deyir. Bunu çıxırıq. 2 və 4. 31. Hansı ion mübadilə reaksiyası axıra qədər gedir? Axıra qədər getməsi üçün baxırdıq. Qaz su çöküntü yaranmalıdır. Şərtlər ödənməlidir. Deyir ki, natrium və kaliumun normal duz əsas, normal duz reaksiyaları getməz. Bu da getməz. Gəlin digərlərinə baxaq. Məsələn, B-də duz reaksiyasıdır. İkisi də həll olur. Bəli, mis xlorla o da həll olar. Dəmir SO4-lə o da həll olar. Getməyəcək. Y-də mis nitrat həll olur, kalium sulfat həll olur. Mis SO4 ilə həll olar, kalium DNO3 ilə həll olar, getməz. C-də kalsiumu PO4-ün yanına gətirsək, kalsium ortaoza çöküntüsü alınır və reaksiyada axıra qədər gedər. Həmçinin burada natrium nitrat da yaranacaq. 32. Təyin edilən birləşmə, tərkibindəki ionlara uyğun reaktivlər, reaksiya əlamətləri. Təyin edilən birləşmədəki ionlara baxaq. Dəmir 3 müsbət və xlor mənfi. Dəmir 3 müsbət nə ilə təyin olunur? OH-la. Yəni bura hara yazım mən? Dəmir özüm bir dənə yazım bura. Xlor mənfi. Bura 1 gedəcək. OH dəmiri təyin edir. SO4 heç nəyi burada təyin eləmir. Gümüş də xlor. 3 bura. Əlamət. Qırmızı qonur rəngli çöküntü dəmir 3 müsbətin OH-la verdiyi əlamətdir. Yəni 3 yox. 4 bura gedəcək. Ağ rəngli çöküntü də gümüşün xlorla verdiyi çöküntüdür. Sağ rəngli çöküntü yoxdur. 1, 4, 3, 5 A variantı. Eyni sualdır. Videonu saxlayıb özünüz yazın. Dəmir 2 müsbət, xlor mənfi. Dəmir 2 müsbət OH-la təyin olunur. Qonurlaşan yaşılımtıl çöküntü 1, 4. Xlor gümüşlə təyin olunur. Ağ rəngli çöküntü 3, 6. 1, 4, 3, 6 Y variantı. Bəli. Sevdiyim reaksiya tipi, sual tipləri 34. Qısa ion tənliyi bu şəkildə olan reaksiyanı göstərin. Durub bu reaksiyanın hamısını tamamlamağınıza ehtiyac yoxdur. Sizin əvvəl tərəfdə, yəni reaksiyanın əvvəlində dəmir 3 müsbət və OH mənfi verən maddələriniz olmalıdır. Reaksiyadan dəmir 3 hidroksidi almalıdır. Məsələn, B ilə C-yə baxın, dəmir 3 hidroksidi əvvəldə verib, olmaz. Oksidlər ionlara ayrılmır. Ona görə bu dəmir 2O3-dən dəmir 3 müsbət alınmaz, olmadı. Baxırıq, D ilə Y qaldı. Dəmir xlor 3, dəmir xlor 2. Dəmir Y-də 2 müsbətdir. Yəni burada dəmir OH2 alınır. Əgər reaksiyanın dəmir 2 müsbət, dəmir OH2 desəydi Y götürərdi. Amma dəmir 3 müsbət və dəmir OH3 dediyi üçün D götürəcək. Eyni 35-ci sual tipi. Bu reaksiyanı aparmaq üçün hansı maddələri götürmək olar? Deməli, sink OH2 alınmalıdır. Sink OH2 əvvəldə olan reaksiya varmı? Yoxdur. Bizə biraz əziyyət verəcək deyəsən. Reaksiya girən maddələrdən biri sink 2 müsbət, digəri OH mənfi verməlidir. OH mənfini qələvlər verir. Qələvlər, yəni aktiv metal OH-lar. Yəni bu və bu qaldı. C, B, A çıxdı. Yəni nə H-xlor, nə H2O, nə H2O bizə OH mənfi verməyəcək. Və sink 2 müsbəti də sinkin həll olan duzları verir. Sinko verməyəcək. Cavab da Y olacaq. Yəni reaksiyanı əgər istəyirsə sink xlor 2 plus natrium OH deyirik. Buradan sink OH2 plus natrium xlorid alınır. Ona görə də cavab elə bu olacaq. Həmçinin ionlara ayırıb baxanda natriumlar gedir, xlorlar gedir. Yerdə sink 2 müsbəti OH mənfi, sink OH2 çöküntüsüdür. 36. Hansı maddələrin məhlullarını? Karbonat H müsbətlə, OH mənfi ilə, barium 2 müsbətlə. H müsbət turşudan gəlir, OH mənfi qələvdən gəlir, barium 2 müsbət də bariumun həll olan duzundan gəlir, D variantı. Dəmir 2 müsbət OH-la, xlor gümüşlə, bu da gümüşlə. Deməli, qələvi, OH-ı qələvi verir. Gümüşü də gümüşün həll olan duzu. Məsələn, gümüş 1 nitrat C variantı. Yorulduq ha. Bunu xlordur, xlorun həll olan duzu Y. 39-da bunu uyğun olaraq. Bunu bariumla, xlor və CO3-ü, xloru gümüşlə və ya qoroxşunla. Bunu da H müsbət. Cavab uyğun olaraq deyir. A variantı olacaq. Uyğun olaraq A variantı olacaq.
Deməli 40-cı sual. Hansı reaksiyanın qısa yöntəmliyi bu şəkildədir? Y-də kalsium karbonat əvvəldən, amma bizdən sonda soruşur. Getdi. Getdi bu ikisi. Oksidlər ion vermir. Kalsium iyonu buradan ala bilmərəm. Qaldı A və C variantındakı reaksiyalar. İndi məsələ nədir? C-də də baxın. Karbon qazı mənə karbonat iyonu verə bilməz. Aydın. Ona görə cavab A olacaq. Cavab A olacaq. Kalsium xloriddən kalsium 2 müsbət gələcək. Natrium karbonatdan da karbonat 2 mənfi gələcək. Ona görə cavab A. 41. Bu ionları saxlayan məhlul ilə bu ionları saxlayan məhlulu qarışdırdıqda hansı maddə çökər? Elə buradan çöküntüyə baxsaz da tapa bilərsiniz. Amma ola bilər sizi çaşdırmaq üçün burada olmayan ionlardan əmələ gəlmiş bir çöküntü verər. Ona görə baxın da. SO4 bariumdan çökər də. Yəni B variantı. 42. Barium nitratla alüminium sulfat, barium nitratla alüminium sulfat arasında gedən reaksiya tam ion tənlidir. Sizin burada vacib deyil. Bu reaksiyanı yazasınız, əmsallaşdırıb tam ion tənliyi yazasınız. Cavablarla tapa bilərsiniz. Necə? Baxın, barium nitrat həll olan duzdur, həll olmayan duzdur, həll olan duzdur. Biz nə öyrənmişdik? Tam ion tənliyində çöküntü, qaz, su, zəif dissosiasiya edən maddə, məsələn H2S-dir, CH3COH-dır. Bunlardan başqa hər şey ionlar şəklində göstərəcək. Yəni xüsusən həll olan duzlar, həll olan əsaslar, qüvvətli turşular, bunları ionlara ayrılmış şəkildə gətirəcək. Əgər ionlara ayrılmış şəkildə verməyibsə, deməli səhv verir. Məsələn, barium nitrat həll olan duzdur. Bunu ionlara ayırmalı idi, ayırmayıb, səhv eləyib. Sonra baxırıq. Barium SO4-ə baxın. Yəni bunu yanaşı gələn iki ionu birləşdiririk. Barium SO4 olub bu. Barium SO4 çöküntüdür. Bunu ayırmamalı idi, ayırıb burada səhv eləyib. Alüminium nitrat. Alüminium nitrat həll olan duzdur. Bunu ionlara ayırmalı idi, ayırmayıb bir dənə də burada səhv eləyib. Yəni A variantı tamamilə səhv. B-yə baxırıq. Barium nitratı ayırıb, gəlib alüminium sulfatı ayırmayıb. Alüminium sulfat da həll olan duzdur. Həll olan duzu ionlara ayırmalı idi. Ayırmayıb, səhv eləyib. Görürsünüz, barium sulfatı düz eləyib, bütöv saxlayıb. Alüminium nitratı ionlara ayırıb, düz eləyib. Amma alüminium sulfata görə bu cavab da səhv. Yenə C-də barium nitratı ayırmayıb. D-yə baxın, barium nitratı ayrılıb, alüminium sulfatı ayrılıb. Barium sulfat bütün çöküntüdür və alüminium nitrat da ayrılıb. Cavab D-dir. Y-də səhv təbii ki, bu alüminium nitratı ayırmamaqdır. 43. Hansı maddələri natrium hidroksid məhlulu ilə təyin etmək olar? Natrium hidroksidin bizə təyin edici kimi verəcək OH. OH da əsasən aktiv olmayan metalları NH4 müsbəti təyin edir. Məsələn, burada aktiv metal var, aktiv və barium oksid bizə ion vermir. Dəmiri təyin edir. Dəmir 2 müsbət var. NH4 müsbəti təyin edir və dəmir 3 müsbət var, təyin edir. B variantı. C-də bunlar heç ion vermir. Aktiv metal var, aktiv var. Ona görə D, Y, C getdi. 44. Hansı maddələr cütü məhlulda eyni zamanda ola bilər? Bundan bayaq da elədik. Məhlulda eyni zamanda ola bilən maddələr və ionlar reaksiya girməyən, qaz su çöküntü əmələ gətirməyən ionlardır. Yaxşı. Məsələn, baxırıq, alüminium nitratla H xloru bir qaba qoysaq, duz turşu reaksiyasıdır və eyni güclüdürlər. Baxın, bayaq dedik, xlorid, nitrat, ortofosfat. Eyni güclüdür. Bunlar o zaman bir-birinə reaksiya girir ki, biri həll olan, biri çök. Reaksiya girən duz həll olan, alınan duz çöküntü olsun. Reaksiya girən duz həll olan da, amma alüminium xlorid alına bilər ki, o da həll olandır. Reaksiya getməz. Ona görə bunlar eyni qabda saxlamaq olar. B-də qələvi ilə turşu oksididir. Turşu oksidi qələvilərlə reaksiya daxil olar. Onda bunları eyni qabda saxlamaq olmaz. Mis2 sulfat barium nitrat. Duz-duz reaksiyasıdır. Aha, baxın, barium sulfat çöküntüsü alınır, reaksiya axıra qədər gedər, saxlamaq olmaz. Yenə qələvi turşu oksidi reaksiya gedər. NH4 amonium xlorid, gümüş 1 nitrat, gümüş xloru çökdürər, reaksiya gedər. 45 eyni tipdir, ola bilər, yenə deyir, ola bilər. H dedik karbonatla qaz su çöküntü əmələ gətirir. Reaksiya gedir. Reaksiya gedirsə saxlaya bilmər. Mis NO3 ilə çökmür, kalium SO4 ilə çökmür. Yəni bu iki maddəni bir yerdə saxlasaq, qaz su çöküntü alınmır. Alınmırsa məhlulda eyni zamanda qala bilər. Yəni reaksiya getmədi. Barium SO4-ü çökdürər, reaksiya gedər. Sulfat silikatı çıxarar, H2CO3 çöküntüsü alınır, reaksiya axıra qədər getdi. Və burada da gümüş PO4-ü çökdürər, reaksiya getdi. 46. Bu və bu ionları hansı maddənin suda məhlula təyin etmək olar? NH4-ü OH-dan, bunu da bariumdan, B variantı.
47. Hansı reaksiyanın qısa yöntəmliyi bu şəkildədir. Su alınmalıdır və reaksiya girən maddələrdən biri H müsbət, biri OH mənfi verməlidir. H müsbəti turşu verir. OH mənfini aktiv metal OH, yəni qələvi verir. Aktiv metal OH-ı deyil. Yəni bunlar heç biri mənə OH verməyəcək, amma C verəcək. Məsələn, A-da reaksiyanı yazaq. Dəmir, xlor. Özdə 3 mol vermə bunu 2 eləyək, bu düzgün olsun. Bəlkə də bunu 3 vermək istəyiblər, yaxşı. Dəmir xloru 3 plus H2 deyək ki, alın. İndi bu reaksiyanın qısa yöntəmliyi necə olar? Çöküntü iyonlara ayrılmadığı üçün qısa yöntəmliyində olmalıdır, qalacaq. Yəni, dəmir OH3 plus 3H müsbət plus 3 xlor mənfi. Gəldik sağ tərəfdə dəmir 3 müsbət plus 3 xlor mənfi, üstə gəl 3H2. İndi xlorlar gedəcək. Bu reaksiyanın, A'dakı reaksiyanın qısa yöntəmliyi dəmir OH3, 3H müsbət, dəmir 3 müsbət, 3H2 şəklində olacaq. Yəni, bizə verdiyi şəkildə olmayacaq. O cümlədən B'dir, D'dir, Y'dir. Bu əsaslar ki, görürsünüz, bunların özləri də qısa yöntəmliyində qalacaq. Onları ona görə götürə bilmərik. 48. Hansı reaksiyanın tam yöntəmliyi doğrudur? Nə dedik? Yanaşı gələn iki iyonu birləşdirin. Bu nə olub? Natrium 2 CO3 olub. Həll olurmu? Olur. İyonlara ayrılmalı idi mi? Ayrılmalı idi. Ayırıb düzəliyib. HNO3 həll olandır. İyonlara ayrılmalıdır. Ayırıb düzəliyib. Natrium NO3 iyonlara ayrılan duzdur. Çünki həll olan duzdur. Bəli, düzəliyib. H2CO3 çöküntüdür. İyonlara ayırmayıb. Düzəliyib. Cavab A'dır. B'yə baxaq. B'də niyə səhv var? B'də natrium silikat düz, kalsium xlorid düz, amma kalsium CO3'dür bu. Kalsium CO3'ü parçalayıb bu iyonlar yaradır. Kalsium metasilikat suda həll olmayan duzdur və bunu iyonlara ayırmamalıydı. Ayırıb səhv edib. C'yə baxırıq. C'də sink OH-dan alınıb bu. Sink OH2. Sink hidroksid suda həll olmayan əsasdır. İyonlara ayrılmaz, ayırıb səhv edib. Səhv edib də bunu. Cavab tapmış. Alüminium oksid, bəli, oksidə ayırmırıq, düzəliyib. H2SO4 ayırıb düzəliyib. Alüminium sulfat suda həll olan duzdur. Yəni bunu iyonlara ayırmalı idi. Ayırmayıb, səhv edib. Magnezium SO4 həll olan da ayırıb düzəliyib. Natrium karbonat həll olan da ayırıb düzəliyib. Baxın, burada iki səhv var. Birinci, magnezium karbonat suda həll olmur. İyonlara ayrılmamalı idi. Natrium sulfat həll olur, iyonlara ayrılmalı idi. Buna görə cavab A variantı dediyim kimi olacaq. 49. Dəmir 3 sulfat, dəmir 2 SO4'dür. Və barium xlorid məhlulları arasında gedən qısa yöntəmliyində əmsallar cəm. Burada nəyə fikir verin? Bu reaksiyanı uzun-uzadı yazıb, tam yöntəmli, qısa yöntəmliyinə gətirməyə ehtiyac yox. Reaksiya hansı iyonlar arasında gedəcək? Yəni, çöküntü hansı iyonları əmələ gətirəcək? Yəni, çöküntümüz nədir burada? Barium SO4. Yazın barium SO4. Bəli. Bəs bu çöküntü hansı iyonlardan yaranıb? Barium 2 müsbət və SO4 2 mənfi. Deməli, siz o qədər uzun işi görüb, yenə nəticə buna gələcəksiniz. Qısa yöntəmli bu olacaq. 1, 1, 1, cavab elədi 3. Və yaxud, bu yox, bu. Və yaxud şifaya da baxa bilərsiniz. Necə? Məsələn, 50-də şifaya baxmağa çalışacağım. Alüminium xlorid və gümüş 1 nitrat. Qısa yöntəmliyində əmsallar cəm. Burada çöküntümüz acıxlor. Çöküntünün içində neçə iyon var? 1, 2. Üstünə də çöküntünün iyonların sayına 1 gəldikdə qısa yöntəmliyində əmsallar cəmini tapırıq A variantı. Və yaxud dediyim 49-dakı üsulla yazaraq da edə bilərsiniz. 51. Hansı reaksiyanın tam iyon tənliyi doğru deyil? A variantı ilə doğru deyil. Baxın, mis OH-la çöküntüdür. Çöküntü iyonlara ayırmamalıydı. Ona görə A variantıdır. Baxın, alüminium hidroksid çöküntüdə ayırmayıb, düz edib. Ondan sonra dəmir OH çöküntüdə ayırmayıb, düz edib. Kalsium karbonat çöküntüdə ayırmayıb, düz edib. Qalan hər şey burada düzdür. A variantı səhv. 51. Hansı reaksiyanın tam yöntəmliyi doğrudur? Baxın, bu heç bu NH4 hər şeyini həll olur, ayırıb düz edib. Amma gümüş 1 nitrat, bu da həll olan duzdur. Bunu da ayırmalıydı. Ayırmamaqla səhv edib. Ayırıb. Amma barium xloridə baxın. Bu suda həll olan duzdur. Ayrılmalıydı. Ayırmayıb səhv edib. Və burada da barium sulfat həll olmayan duzdur. Bu bütün qalmalıydı. Amma bunu götürüb ayırıb. Səhv edib.
Ammonium sulfat həll olan duzlu ayrılmalı idi. Səhvdir. Görürsünüz burada bunu düz saxlayıb, amma C variantı onun üçün olmur ki, natrium sulfat ammonium sulfatı ayırmayıb. D-də qurğuşun 2 nitrat həll olanda ayrılmalı idi. Kalium xlorid həll olanda, buna baxın. Qurğuşun xlor 2-dən yaranıb bu. Bu çöküntüdür. Bu həll olmur. Bu iyonlar ayrılmamalı idi. Ayırıb, səhv eləyib. Və Y-də hər şey düzdür. Natrium karbonat ayrılıb, kalsium nitrat ayrılıb, natrium nitrat ayrılıb, kalsium karbonat çöküntüdür, bütün saxlayıb. Y variantı. Kalsium 2 müsbət iyonu məhəldə hansı anionlarla çöküntü əmələ gətirir? Xlorla çökmür. NO3 ümumiyyətlə heç çökmür. Bəli, karbonat və PO4-lə. 3 və 4. 54. Dəmir xlor2, sink xlor2 məhlullarını hansı maddə məhlulunun köməyi ilə fərqləndirmək olar? Burada fərq necə, nəyə əsaslanır? İkisi ilə də ayrı əlamətlər müşahidə olunsun. Məsələn, bax, gümüş nitratla bunları fərqləndirə bilərikmi? Xeyr. Çünki gümüş həm buradakı xlordan, həm buradakı xlordan ağ rəngli çöküntü əmələ gətirir. Ona görə də bu çöküntü yaratmaz. Sonra ikinci H-xlor. H-xlor bunlarla heç reaksiya girmir. Yəni turşu öz normal duzu ilə o zaman reaksiya girər ki, arada ən az 2 H fərqi olsun. Uzatmayaq, natrium OH-a baxaq. Aha, natrium OH. Niyə natrium OH? Çünki burada OH mənfi var. OH mənfi dəmir 2 müsbətlə get-gedə qonurlaşan yaşıltıl çöküntü əmələ gətirir. OH mənfi sink 2 müsbətlə ağ rəngli çöküntü əmələ gətirir və sink 2 müsbət amfoter olduğu üçün sink qələvin artığında həll olur. Ona görə fərqli əlamətlərə görə A variantı olacaq. Mis 2 hidroksid suda həll olmayan əsasdır. Suda həll olmayan əsas duzlarla reaksiya girmir. Natrium xlorid də suda həll olsa da bunlar reaksiya girməyəcək. Həll olan çöküntü şərti ödənmir. 55. Hansı iyonlar arasında reaksiya məhlulda axıra qədər getmir? Barium SO4-lə çökər, getdi. Gümüş xlorla çökər, getdi. Kalsium PO4-lə çökər, gedir. Kalsium karbonatla çökər, gedir. Sink sulfatla çökməz. D variantı. 56-cı sualda deyir, hansı reaksiya gedir? Yenə də hansı reaksiya gedir? Məhlul sözlə deməyib, amma biz onu məhlul kimi başa düşməliyik. Dəmir 2 sulfat, natrium xlorid, yenə yazırıq. Dəmir SO4, natrium xlorid. Bu formula düzgün yazmaq şərtdir. Duz-duz reaksiyasıdır. İkisi də həll olur. Natrium sulfatın yanına gəlsə həll olar. Dəmir də xlorun yanına getsə həll olar. Yəni çöküntü alınmır, reaksiya getmir. B reaksiyasına baxırıq. Dəmir 3 nitrat, dəmir NO3, üstəgəl nitrat turşusu. Baxın, bu duz turşu reaksiyasıdır və qalıqlar eynidir. Eyni qalıqlı olduqda turşu ilə duzdakı turşu qalıq arasında ən az 2 H fərqi olsa reaksiya gedər. Yəni bir sözlə bir əsaslı turşular öz normal duzları ilə reaksiyaya daxil olmaz. Burada 1 H fərqi var. Görürsünüz, HNO3-də 1 H var, NO3-də H yoxdur. 1 H fərqi reaksiya getmir. Magnezium xlorid, nitrat turşusu, natrium nitrat, natrium NO3. Yenə duz-duz reaksiyasıdır. Bunlar hər ikisi həll olandır. Magnezium NO3-ün yanına gətirsək, o da həll olacaq. Natrium xloridin yanına gətirsək, o da həll olacaq. Yəni reaksiya axıra qədər getməyəcək. Sink hidroksid, sink OH2 və kalium hidroksid, kalium OH. Əsas reaksiyasıdır. Reaksiya daxil olanlardan biri amfoter, biri qələvi olsa reaksiya gedər. Sink OH2 amfoterdir. Kalium hidroksid qələvidir. Bu reaksiya gedəcək. Kalium 2, sink O2 və H2 alınır. Məhlulda olduqda kalium 2, sink OH4 alınır. Kalium tetrahidroksid sinkat alınır. Reaksiya gedir yəni. Yenə Y-də magnezium nitrat, nitrat turşusu. Bu B-də dediyimin eynisidir. Bir əsaslı turşu öz normal duzu ilə reaksiya girməz. Cavab nə idi? Cavab D oldu da. 57. Reaksiyası üçün doğru ifadələri müəyyən edin. Sarı rəngli çöküntü alınır. Bəli, gümüş bir ortofosfat sarıdır. Ortofosfat iyon təyinidir. Bəli, ortofosfat gümüşlə təyin olunur. Neytrallaşma deyil. Neytrallaşma metal OH-la HX, yəni əsas və turşu arasında baş verir. Normal duz və su alınır. Heç tam neytrallaşma olduqda normal duz və su alınır. Yəni ola bilər heç tam neytrallaşma getməsin. Əsas turşu reaksiyası olsun. Biz buna neytrallaşma deyəcəyik. 1 və 2 Y variantı. 58 yenə də eyni tipli sualdır. Reaksiyası üçün doğrunu ifadə edin deyir. Ağ rəngli çöküntü alınır. Bəli, alınır. Gümüş bir xlorid ağdır.
Xlor ionu təyin edib, bəli. Gümüşlə təyin. Əvəz etmə deyil. Əvəz etmə biz qeyri-üzvi kimyada, ümumi kimyada necə öyrənirdik? Bir bəst maddənin mürəkkəbdən birini əvəz etməsi. Bu isə iki mürəkkəbdən yenə iki mürəkkəb alınır. Bu dəyişmədir. 1 və 2 variant. 59. Yenə də mis 2 müsbət ion təyin edib, bəli, OH-la göyrəyini çöküntü əmələ gətirir. 2 ilə düzdür, neytrallaşma deyil dedik, 1 2 eyni tip suallardır bu. Bunları videoya saxlayıb özünüzə əllərsiniz, daha yaxşı olar. Amma mən sınaq keçirəndə bu tip suallardan salacağım sizə, əvvəlcədən deyim. Burada dəmir 2 müsbətin təyin edib, bəli. Yaşılımtıl, bəli, xeyr. Hamısı 1 2 deyir burada. Alüminium xlorid bu nə isə ağ həlməşik çöküntü, bəli. 3 müsbət ion təyin edib, bəli, əvəz etmə deyil. Yoruldu mu? Deməli, ağ rəngli çöküntü alınır, bəli, barium SO4. SO4 təyin edib, bəli, neytrallaşma deyil. Alüminium nitrat tuzun suda məhlul hidroliz nə əlaqə? Bax, nə əlaqə? Burada niyə? Burada niyə də, niyə? Yenə də biz izah eləyək. Hidrolizinin birinci mərhələ qısa ion tənliyi. Burada biz necə baxırdıq? Demişdik ki, bu zəif əsasdan və qüvvətli turşudan əmələ gəlir. Deməli, zəif əsasdan əmələ gəldiyi üçün alüminium 3 müsbətin HOH-la reaksiyası baş verəcək. Çünki bu zəif əsasdan gəlibsə, qüvvətli oksidləşdiricidir, qüvvətli bu olacaq və su ilə o reaksiyaya girəcək. Və bu zaman, baxın, suya H müsbət, OH mənfi kimi baxın. Alüminium 3 müsbət sudan nə alar? H müsbət yoxsa OH mənfi? Təbii ki, alüminium müsbət olduğu üçün OH alar. Alüminium, OH 3 müsbətlə 1 mənfinin cəmi 2 müsbət plus yerdə nə qaldı? H müsbət qaldı. Yəni yalnız 1. Digərləri doğru deyil, heç biri doğru deyil. Yalnız 1 A variantı. Qəbula düşmüş sualdır bu. Hətta belə deyim, bu 2024 qəbuldur. Qəbuldan bir gün öncə şagirdlərlə ümumi sual cavab eləyirdik. Mən bunun izahını verdim və səhərsi gəldi, qəbula düşdü. İndi imenli alüminium nitrat deyildi təbii ki, amma buna oxşar bir duz idi və deyirdim ki, bu bir dəfə də qəbula düşüb 2021-də və niyəsin səbəbini yenə də izah eləmişdik. Səhərliyə gedib qəbula düşmüşdür bu sual. 64. Hansı maddələr eyni zamanda məhlulda mövcud ola bilər? Artıq buna bir neçə dəfə baxmışıq. Reaksiya getməyən, yəni qaz su çöküntü əmələ gətirmirsə, məhlulda eyni zamanda qala bilər demişdik. Duz reaksiyası. Sink sulfat həll olanda, dəmir 3 xlorid həll olanda sink xlorla çökmür, dəmir də SO4-lə çökmür, yəni çöküntü əmələ gətirmir. Bunlar məhlulda eyni zamanda qala bilər. Amma B-də barium sulfatı çöktürər. Yəni bu barium SO4-ü yeyər, belə düşünün, qala bilməz. NH4 3PO4 2PO4, bəli, gümüş PO4-lə çökər, kalsium karbonatla çökər, qoroxşun da xlorla çökər. Çökürsə reaksiya axıra qədər gedir və məhlulda qala bilməz. 65. Deməli, X maqnezium xlorid, maqnezium, baxın, bu qarşılıqlı ox reaksiya axıra qədər getmədiyini göstərir. Həll olan olmalıdır. Çöküntü var, götürmürük. Çöküntünü götürmürük, baxın. Burada da baxın. Çöküntüyə görə götürmədik, çöküntüyə görə götürmədik, cavab B variantı. Kalium sulfatı qoysaq bura. Kalium 2 SO4. Həll olur. Maqnezium SO4 və kalium xlorid alındığını düşünək. Bunlar da ionlara ayrılır. İlkin maddələr də ionlara ayrılır. Yəni bu ionlar maqnezium 2 müsbət, xlor mənfi əvvəldə də var. Kalium müsbət, SO4 2 mənfi əvvəldə də var. Və maqnezium 2 müsbət, SO4 2 mənfi, kalium müsbət, xlor mənfi sonrada da var. Bunlar yenə də birləşib əvvəlki vəziyyətinə çevrilə bilər. Qarşılıqlı ox dönən reaksiyanı bildirir. Cavab da B olacaq. Eyni qayda ilə həll olan. Çöküntü olmaz. Sonra gəlin baxaq. İndi məsələn, qalanları ilk baxışda X və Y şəklində ola bilər. Çünki çöküntü deyirlər. Amma məsələn, barium nitratı bura qoysaq, barium SO4 ilə çökər. Bizə çöküntü alınmasın demişdik. Ona görə bariumlar da çıxdı. Cavab C variantı qalacaq. 67.
X2 müsbət OH ilə təyin olunur, göy rəngli. Bu mis 2 müsbətdir. Y müsbət xlorla ağ verir. Bu gümüş müsbətdir. Cədvəldir də, o cədvəli göstərdim sizə. Bir saniyə. Bu cədvəl görürsünüz. Mis 2 müsbət OH ilə mis OH2. Gümüş xlorla ağ rəngli çöküntü. Yəni budur da, qeyri-adi heç bir şey yoxdur. Yenə Z mənfi gümüşlə sarı versə, bu yod mənfidir. Mis, gümüş, yod, mis, gümüş, yod, C variantı. Eyni qaydanı S ilə qara verən bu sink də ola, sink ağ idi. Mis də ola bilər. Dəmir də ola bilər bəlkə də. Dəmir heç vermir nəzəriyyələr. Hələ ki sinki bir dənə çıxaq, sink ağdır. Dəmir 3 müsbət, Y3 müsbət OH ilə qonur versə, bu dəmirdir %100. Cavab çıxdı da. Sarımtıl da brom idi, Y variantı. İçərisində eyni mol sayda bu və bu olan məhlullar qarışdırdıqda alınan məhlulda hansı iyonlar cütü daha çox olar? Qaz, su, çöküntü əmələ gətirməyən iyonlar daha çox olur. Qaz, su, çöküntü əmələ gətirən iyonlarsa azalır. Yaxşımı? Burada da OH və H su əmələ gətirir. Yəni bunlar azalacaq. Kalium və inoid çökmədiyi üçün bunlar daha çox olacaq. A variantı. Yenə bir çöküntü məsələsi. Deməli, bəlkə izahı burada saxlayaq. Bu 70-71-i də izah edeyim. Buradan saxlayarım. Bəli. Deməli, X2 müsbət xlorla çökmür, NO3 ilə çökmür, heç nə ilə çökmür. Yəni bu barium ola bilməz. Barium SO4 ilə çökür. Qurğuşun xlorla SO4 ilə çökür. Barium çökür. Sink ola bilər. Y xlorla çökmür. Bariumla, yəni SO4 ilə çökür. Qurğuşun və barium ola bilər. Hərəkət. Yox, qurğuşun ola bilməz. Qurğuşun xlorla da çökür. Olmadı. Və cavab 7 də. Cavab 7. Gəldik, buna baxırıq. Yəni X OH ilə çökür. OH ilə çökürsə aktiv metal olmaz. Aktiv metallar OH ilə çökmür. PO4 ilə çökür, SO4 ilə çökmür deyirsə, belə A, B, Y qalır hələ ki. Y OH ilə çökmürsə aktiv bir şey olmalıdır. Bunlar çökər. Mis və sink çökər. Ona görə cavab Y olacaq. Bu qədər. Bu video izahımız ümid edirəm sizin üçün faydalı olacaq. Sağ olun. Hələlik.